Salam hörmətli izləyicilər. Bilirəm, videoda baxırsınız ki, nə qəşəng evdir, nə gözəl evdir, nə yeri var. Doğrudan da elə gözəl göyçək ev çəkib göstərirəm sizə. Gözəl evlər silsiləsindən, kameramı bura. Gözəl evlər silsiləsindən Mərdəkanda evimizin qiyməti 470 min. Görürsünüz, bəri başdan deyirəm sizə ki, yormayayım sizi. 470 min 6 sot. O evdeki kukla da belə, kukla. Bir baxın. Baxın, yəni qəşəng evdir, doğrudan. Bu evə mən ad qoydum, deməli. Nə adı? Bir dənə fəqət yox. Ağ ev. Ağ ev. Bu ev üçün zəng gelirsiniz, deyin ki, ağ ev görmüşük sənin kanalında. O ev üçün gəlmək istəyirik. Deməli, hörmətli izləyicilər, evinizi gördünüz. Burada belə bir kalanlar da düzəldiblər. Kalanlar. Düzdür, burası belə kurulu deyil, belə də şeyləndir. Belə bir şey, yəni Kislovodskda var. Yəni belə bir güşə yaradıblar. Bu da evə bir gözəlliyi verir. Zibil yeşiyindən zatdan tutmuş, hər şey var ya. Hər şey, yəni bir sözlə. Gir yaşa. Evdəki adama gəl deyir ki, gəl mən alım. Amma bu elə kanallar var, bu veranlar var. Bu özü elə qəşəng belə video. Bu və o. Onu elə belə eləməyiblər. Ağa baxmına bax. Düymə, həkim xalatı kimi. Buna bax. Nə gözəl evdir. Tərifləyirəm, mən açığı. Bilirsiniz niyə? Yəni tərifləyərlər də. Pis olsaydı mən bunu nətər tərifləyim? Hə? Tərifə tərifdir də. Doğrudan qəşəng evdir. Kimsə gəlib girsə, deyəcək ki, əla ev. Deməli, hovuzumuz haradasa 3.20-nin, haradasa 6 yarıma, bu bir 7-yə yaxındır. Gördünüz də, hörmətli izləyicilər. Deməli, belə. Ağ evimizin həyətində dincəlmək üçün qamağı da var. Sonra, orada həyətdə sanuzeli var özünün. Hasardan aralıdır. Buna bax, keçid. Yerdə metlaq. Bura topikidir. Üzeri sahib, topik. Hamam tuvaletidir burada. Kombi aparatı da burada qoyulur. Topik. Yəni evə qarışacağı yoxdur. Hamısı ayrıdır. Burada baxın, bir dənə zəhmət olmasa, manqalı buradadır. Burada da belə bir mətbəxidir. Divanı var, jurnalin stolu var. Evin içində də mətbəxi var. Deməli, 6 sot, 470 min, yola yaxın, asfalt qapısı, həyəti geniş, baseynası var, evin vidinə söhbət yox, vitrajlı pəncələr, şəbəkə formasında. Bura bir dənə güllər yazda bilirsiniz nə qəşəng, gül açacaq. Deməli, belə, kurtla idarə olunan qapı. Bura verandadır. Teras, veranda, necə istəyir sallandı. Bu mətbəxə çıxır, ikisi də. Qapı var buradan. Yəni, mətbəxdən direkt bura çıxa bilirsiniz. Buradan evin arxasına keçid var, hörmətli izləyicilər. Bəyənin düyməsini vurmağı unutmayın. Ev doğrudan da tərifə layiqdir. Qapımız da aldı ya, özü buna bax. Seyf qapı, özü ağrına bax, əlimlə elə, güclə eləyirəm açılır. Yəni, tərifə layiq evi elə tərifləməyə dəyir də. Dil uzundur. Deməli belə, burada belə bir şifanerdir. Əqqavızı çıxarıb, əgər dəyişməyədən oturdunuz və salam. Burada güzgü, telefon, nə bileyim, nə siz qoyursunuz belə. Tavanı hündürdür. Birinci baxaq qonaq otağına. Bax, belə bir qonaq otağımız var. Bir dənə bax, bu sviçilniki də belə çərik var, belə yarpaq fason belə düzəldir. Belə bir yarpaqlı tökülür, belə bir şeydir. Bunun da altında belə lampuçkaları var. Qəşəng bir verir. Sonra belə qəşəng TV-stand, televizor. Bunun da bataryasını, deyəsən, pultu işləmədi. Qoşa bilmədi, yox, sizə göstərəcəkdim onun yanmağını. Belə. Mətbəxə baxaq. Bu mətbəximizdir. Təbii ki, qadınların ən sevimli otağı, mətbəx. Mən elə həmişə elə deyirəm, mətbəxi. Elə qadın var, deyir ki, yox, mən elə mətbəxi sevmirəm. Sən deyirsən ki, mətbəx. Mən bəyəm mətbəxdə olmalıyam, hələ həmişə. Ona görə özünüz bilərsiniz. Deməli, bir qonaq otağımız, 3 dənə də yataq otağı. Ya başlayaq bu otaqdan. Bax, belə bir yataq otağıdır. Svitirniki də var. Belə. Bura baxdıq, ağ rəngdə qapılardır. Bu ikinci yataq otağıdır. Belə bir yataq otağımızdır. Hamamla ayaq yolu, umumi
Qəşəng təmir ediblər ha. Super. Hamısını yoxlayıram. Smistiterlər belə bir poliçkalardır. Nə bilim, sabun, mabun, üz qırxan və s. və ilaxır. Və valideyn yataq otağı. Belə bir valideyn yataq otağıdır. Burada onun özünün ayrıca hamamla ayaq yolusu və bir dənə də belə bir qardiropdur. Bu da televizorun, kameranın və s. və ilaxır. Kabelləri çıxıb, gətirilib. Bu da iki divarda belə bir abstraksiyadır. Bu, başa düşmürəm mən bu nə deməkdir. Zəhmət olmasa, başa çıxan varsa onun mənasını yazın şərh bölməsində. Belə də ki, qiyməti evimizin, bu kukla kimi evin qiyməti 470.000. 6 sotun içində. Bu günə bu qədər, sağ olun, minnətdarım.